Hörmüz boğazı ətrafında gərginliyi artmaqda davam edir. Belə ki, Böyük Britaniyanın baş naziri Keir Starmer bununla bağlı açıqlama verib və qeyd edib ki, məhz Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni bir plan üzərində işləyirlər, amma o planı nə vaxt təqdim edəcəklər, hələ bu barədə bir məlumat verilməyib. Digər tərəfdən isə İranın Xaricilər Naziri Abbas Əraqçı açıqlama verib və o qeyd edib ki, Hörmüz boğazı heç də bütün dövlətlər üçün bağlı deyil. İranın ki, hansı dövlətlərlə münaqişəsi, müharibəsi yoxdur, o dövlətlər rahat formada Hörmüz boğazından istifadə eləyə bilərlər. Hazırda biz elə mövzunu bu istiqamətdə davam etdiririk. Studiyada qonağım siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Məhəmməd müəllim, hər vaxtınız xeyir olsun. Xeyir olsun. Çox sağ olun. Ümumiyyətlə, necə düşünürsünüz? Gərginlik artır Hörmüz boğazı ətrafında. Artıq biz bir çox dünya liderlərinin də müxtəlif səpkidə açıqlamalarını görürük. İran isə öz açıqlamalarında israrlıdır və belə anlaşılır ki, onlar birbaşa fikirlərini deyirlər ki, bu boğaz heç də hər kəs üçün bağlı deyil. Necə düşünürsünüz? Hörmüz boğazı ətrafındakı gərginlik nə vaxta qədər davam edəcək? Amma bilirsiniz, ABŞ və İran arasında danışıqlar prosesinin başlanması istiqamətində mühüm irəliləyişlər var və Amerika Birləşmiş Ştatları 15 təklif məhz İrana verib və orada Hörmüz boğazında azad naviqasiyanın İran tərəfindən qəbul edilməsi istiqamətində şərtlərdir və düşünürəm ki, koalisiyaya ehtiyac olmayacaq. Əgər danışıqlar prosesi müsbət istiqamətdə davam edərsə, nəzərə alaq ki, İran parlamentinin sədri Qalibov Pakistandadır, Uytkov və Kuşnerin də Pakistana gəlməsi, həmçinin Araqçı ilə Uytkov arasında da telefon danışıqları həyata keçirilir və düşünürəm ki, Hörmüz boğazında qarşıdurma mərhələsi onda ola bilər ki, İran tərəfi konkret olaraq Amerika Birləşmiş Ştatlarının heç bir təklifini qəbul etməsin və danışıqlara manipulyasiya kimi baxsın. Onda müharibənin ikinci mərhələsi başlaya bilər. Amerika Birləşmiş Ştatları Xarq adasına desant qüvvə, Xarq adasına da orada Amerika tərəfindən nəzarət birbaşa Hörmüz boğazında naviqasiyanın açılmasıdır və Amerika Birləşmiş Ştatları bura tək başına deyil, Böyük Britaniya müəyyən ölkələrdə öz yanına ala bilər. Bunu düşünürəm ki, Sepah da bilir. Bilirsiniz, İran artıq dövləti deyəndə yox, Sepah. Çünki orada tamamilə hakimiyyətdə Sepahdır. İslam İnqilabı Korpusu, Keşikçilər Korpusu və Hörmüzə də onlar nəzarət edir. Və düşünürəm ki, Donald Trump'ın da ötən gün açıqlamalarından biz fikir verdikdə çox müsbət irəliləyişlər olub danışıqlar prosesində. Məhz Hörmüz boğazı ilə bağlı əgər qarşıdurma baş versə, düşünürəm ki, bu böyük miqyasda ola bilər. Amma İran tərəfi də artıq bu qarşıdurmanın qapıda olduğunu da anlayaraq, ona görə də Amerika Birləşmiş Ştatlarına danışıqlara getdi. Çünki Hörmüz boğazı strateji bir boğazdır. Ərəb ölkələri də bu koalisiyada yer ala bilərdilər və bu İranın demək olar ki, bir dövlət kimi iflicinə gətirib çıxara bilərdi. Amerika Birləşmiş Ştatları İranın elə Bəndər Abbas limanı və Hörmüz boğazı sahillərində iqtisadi infrastrukturunu, neft terminallarını, Xarq adasında tamamilə neft anbarlarını, neft terminallarını sıradan çıxarda bilər. Xüsusilə elektrik enerjisini bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının planında idi. Düşünürəm ki, Hörmüz boğazı ilə bağlı problem var. Amma problemin, böhranın həlli istiqamətində danışıqlar gedir. İngiltərənin də bu mövqeyi müəyyən dərəcədə bunlar İrana ciddi şəkildə psixoloji və siyasi təzyiq edirlər ki, danışıqlar prosesində irəliləyişlər müəyyən İran güzəştlərə geçsin. Ona görə də düşünürəm ki, böhran var, amma böhran müəyyən dərəcədə idarə olunandır. Amma İran da qeyd edir ki, Hörmüz boğazı Amerikanın müttəfiqlərinə bağlıdır. Amma digər ölkələr, buradan Çindir, Yaponiyada bilirsiniz ki, buradan istifadə edirlər, hər hansı bir problem yoxdur, hətta Hindistanda, Pakistanda. Amma Amerika Birləşmiş Ştatlarının da əsas hədəfi məhz Hörmüz boğazında özü nəzarət etməkdir. İndi bu müstəvidə İrandan
danışıqlar aparılacaq. Ümumiyyətlə, Məhəmməd bəy, necə düşünürsünüz? Burada həm də maraqlar da rol oynayır. Çünki Boğaz, belə deyək, Amerika Birləşmiş Ştatlarının müttəfiqlərinə bağlıdırsa, amma digər dövlətlər üçün açıqdır və onlar buradan istifadə edə bilirlər. Və belə olan halda sizcə digər dövlətlər də bu məsələ ilə bağlı bir müzakirələrdə iştirak etməkdə maraqlı ola bilərlərmi? Təbii ki, iştirak edəcəklər, xüsusilə Böyük Britaniyanın, amma Amerika Birləşmiş Ştatlarının da əsas məqsədi məhz Hörmüz boğazını öz nəzarət etməsidir. Bilirsiniz ki, İrana qarşı müharibə məhz nəqliyyat yolları və dəhlizlərə nəzarət etmə uğrunda bir müharibənin tərkib hissəsidir. Çünki yeni dünya siyasi nizamında hansı ölkə nəqliyyat dəhlizlərinə, enerji dəhlizlərinə nəzarət edəcəksə, dünyanın demək olar ki, jandarmı olacaq. Necə ki, Amerika Birləşmiş Ştatları gəldi Zəngəzur dəhlizinin trip layihəsində, bəli, burada mövqeyini qoydu ortaya. Mən düşünürəm ki, Hörmüz boğazı ilə da məsələlər bu müstəvidə olacaq. Amerika Birləşmiş Ştatlarının da əsas hədəfi məhz Çinlə bağlıdır. Çinin iqtisadiyyatına zərbə vurmaq, Çini zəiflətmək. Dediyim kimi, danışıqlar prosesindən çox yaxın bir həftə ərzində danışıqlar prosesində çox ciddi mətləblər ortaya çıxacaq. Hörmüz boğazında taleyi burada həll olunacaq. Düşünürəm ki, Sepah rəhbərliyi İranda indi hakimiyyətə əl qoyan İslam inqilabı keçiləri onlar da razı olacaqlar. Bəli, mən düşünürəm ki, müəyyən dərəcədə bunlar razılığa gedəcəklər. Əgər dediyim kimi razılığa getməsələr, çünki İranın hərbi infrastrukturu kifayət qədər sıradan çıxıb. Demək olar ki, İranın səmasında ABŞ-ın və İsrailin qırıcıları demək olar ki, sərbəst şəkildə hərəkət edirlər. Həmçinin Sepahın da radikal kəsimi də sıradan çıxıb sui-qəsdən. Amerika Birləşmiş Ştatları məhz elə şəxsləri saxladı ki, onlar müəyyən qədər Amerikana danışıqlara getsin. Necə ki, Donald Trump deyir ki, artıq biz İranda rejimi dəyişmişik, elələri gəlib ki, onlarla biz danışa bilərik, dil tapa bilərik. Məsələn, ona görə də düşünürəm ki, Sepah rəhbərliyi də məsələnin ciddi fərqindədir və Hörmüz boğazı ilə müəyyən qədər ABŞ-la anlaşmaya gedə bilər. Əgər getməsələr, dediyim kimi, onların liderləri də sui-qəsdin qurbanı olacaqlar və Amerika Birləşmiş Ştatları necə deyərlər, C variantını tətbiq edəcək, Sepahın rəhbərliyini tamamilə sıradan çıxaracaq, həmçinin İsrail, Mossad. Yəni, bu plandadır. Ona görə də Sepah da bunları çox gözəl bildiyi üçün düşünürəm ki, Amerika Birləşmiş Ştatları bu məsələdə orta mövqeyə gələ bilər. Çünki əlavə çıxış yolu yoxdur. Əlavə çıxış yolu dediyim kimi İran iqtisadiyyatını tamamilə iflici, Sepahın tamamilə rəhbərliyinin sıradan çıxarılması sui-qəsd nəticəsində. Yəni növbəti bir həftə İranın olum və ölüm dilemasıdır və düşünürəm ki, İran tərəfi praqmatik bir mövqe ortayacaq, oluma gedəcək, ölümə yox. Amma dediyim kimi, burada qalib yoxdur. Qismən Amerika Birləşmiş Ştatları qalibdir, həmçinin qismən İran tərəfidir. Yəni, Amerika Birləşmiş Ştatlarının planı nə idi? Tamamilə İranda rejimi dəyişsin və orada Amerika istədiyi şəxsləri orada hakimiyyətə gətirsin. Amma buna nail olmuyor. Buna nail olmadı. Demək olar ki, Amerika Birləşmiş Ştatlarının İranda A planı reallaşmadı. A planında ilk növbədə İranda rejimi dəyişmək və elə birinci növbədə tamamilə mütləq hakim olmalı idi İranda. Amma buna nail ola bilmədi. Sepah yerindədir. İndi orada şəxslər dəyişsə də İranın silahlı qüvvələri yerindədir və bu proses artıq ona gətirib çıxaracaq ki, və bundan sonra əgər danışıqlar müsbət istiqamətdə gedəcəksə, Venezuela ssenarisi tətbiq edilə bilər İranla bağlı. Amma bir məsələ də var, İran suverenliyindən də tam imtina etməyəcək Venezuela kimi. Müəyyən bir çox çərçivələrdə Amerika Birləşmiş Ştatlarına əməkdaşlıq edə bilər. Amma İsrail tərəfi də burada susqunluğu nümayiş etdirir və son növbəti həftələrdə İsrail prosesi də sabotaj edə bilər. Necə İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini sıradan çıxartdı sui-qəsd nəticəsində. Çünki Əli Laricani qalsaydı, danışıqlar daha çox tez başlaya bilərdi. Yəni, proses bu müstəvidə gedəcəkdi. Türkiyə, demək olar ki, Əli Laricani Türkiyə, Oman və bir çox Ərəbi Misirlə də danışıqlar aparmışdı. Konfidensial danışıqlar gedirdi və müəyyən bir orta məxrəcə gəlməsi istiqamətində proses müsbət istiqamətdə gedirdi. Amma İsrailin Mossad kəşfiyyatı
Mossadı Əli Larijani sui-qəsd nəticəsində öldürdü və proses dayandı və Amerika Birləşmiş Ştatları İsrailə təbii ki, mən düşünürəm ki, çox ciddi şəkildə təpki verib. Hətta Venisdə vitse-prezident Benjamin Netanyahu telefonla danışdı, növbəti gün Trump da danışdı və hesab edirəm ki, bu məsələdə İsrail və Amerika arasında da ciddi fikir ayrılıqları var. Amma burada əsas Amerika Birləşmiş Ştatlarının strateji prioritetdir. Çünki məhz ABŞ İsrailin baş naziri Benjamin Netanyahunun diktəsi ilə bu müharibəyə başlayıb. Yəni Donald Trump və ABŞ administrasiyası görün İsraili başa saldılar ki, bu günə kimi sizin dediyinizdən getdi. İndi təbii ki, bu proses artıq elə müstəviyə çıxmalıdır ki, regionda tamamilə xaos olmasın. Çünki Amerika Birləşmiş Ştatlarının regionda geosiyasi mövqeyinə ciddi zərbə vurur. Çünki Ərəb ölkələri, Körfəz Ərəb ölkələri Amerika ilə hərbi ittifaqda olmayacaqlar, etimad etməyəcəklər. Həmçinin Amerikanın regionda iqtisadiyyatına ciddi zərbə vurulacaq. Yəni proseslər bu müstəvidə olduğu üçün Amerika Birləşmiş Ştatları məhz İsrailə artıq deyib ki, artıq saxla. Aha, amma digər bir məsələ də var, digər bir coğrafiyada da Rusiya-Ukrayna müharibəsi davam edir. Yaxın Şərqdə, xüsusilə İran müharibəsi başlayandan sonra Rusiya-Ukrayna müharibəsi ikinci cəbhəyə keçdi və xatırlayırsınızsa, elə Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində də Amerika Birləşmiş Ştatları səhv eləmirəmsə 22 bəndlik bir plan hazırlamışdı. Amma o plan da tam o şərtlər uyğun gəlmədi. Çünki Ukrayna tərəfi də o şərtləri heç bir halda qəbul edə bilməzdi. İndi biz İrana 15 bəndlik bir sülh planını təklif etdiyini görürük. Təbii ki, burada istisna deyil və ən mərkəzdə da Hörmüz boğazı ilə bağlıdır. Burada təbii ki, İran müəyyən razılaşmalara gedə bilər. Amma necə düşünürsünüz? Digər qalan o bəndlərdə nələr var? Nələr ola bilər? Burada proksi qüvvələrin dəstəkləməməsi, nüvə silahdan tamamilə imtina və Amerika orada qeyd edir ki, İranın mülki nüvə infrastrukturunun inkişafı üçün Amerika bu müstəvidə İranla əməkdaşlıq edə bilər. Həmçinin sanksiyaların tamamilə aradan qaldırılması, bu məsələlər var və düşünürəm ki, İran üçün məqbul bir variantdır. İran bu variantları qəbul eləsə, İran bir normal dövlət halına gələ bilər. Yəni sanksiyalar aradan götürülür, İrana növbəti mərhələdə mülki məqsədlər üçün nüvə enerjisindən istifadəyə məhz Amerika Birləşmiş Ştatlarına icazə verilir. Amma burada raket proqramının da müdafiə və onun mənzilinin də kisildilməsi, azaldılması da bu təkliflər paketində yer alıb və həmçinin nüvə enerjisinin zənginləşdirilmiş nüvənin 3-cü ölkə və atom verilməsi, həmçinin Beynəlxalq Atom Agentliyinin əməkdaşlarının tamamilə nüvə mərkəzlərinə şərtsiz qəbul edilməsi, bir də Natanz və Fordo, İsfandakı nüvə mərkəzlərinin tamamilə bağlanması. Əsas şərtlər budur. Bir də nüvə silahından tamamilə imtina. Trump deyir ki, İran tamamilə nüvə silahından imtina edib. Amma bir məsələ də var. Xatırlayırsınızsa, Beynəlxalq Nüvə Agentliyi də dəfələrlə açıqlama yaydı ki, biz İranda nüvə silahını tapa bilmədik, nüvə obyektlərini tapa bilmədik. Yəni, necə düşünürsünüz? Burada hər hansı bir yalan və yaxud da hər hansı bir təzyiq ola bilərmi? Məhz Beynəlxalq Nüvə Agentliyi, Atom Agentliyi belə bir məlumatı verir. Yox, həqiqətən də İranın əlində demək olar ki, 60% nüvənin sentrifuqanın zənginləşdirilməsi vardı. Onu bomba düzəltmək üçün 90%-ə qaldırılmalıdır. Ola bilər ki, İran tərəfi bunu saxlamışdı. Ola bilər müharibə başlamasaydı, bir neçə aylığa kimi davam etsəydi, İran bunu zənginləşdirə bilərdi. Bilirsiniz, Cenevre'də də danışıqlar getmişdi. Bu mümkün idi. İkincisi, Beynəlxalq Atom Agentliyinin İsfahanda, Natanz və Fordo nüvə mərkəzlərinə də onların sərbəst girişinə də icazə verilməmişdi. Mən düşünmürəm ki, Beynəlxalq Atom Agentliyi bu məsələdə yalan məlumatlar verir. Mən düşünürəm ki, müəyyən qədər obyektivliyi qoruyur. Bu fikir versək, burada daha çox İran tərəfi yalan danışır. Bunlar həmişə deyirdi ki, bizim əlimizdə 2000 kilometrlik mənzilli raketlər var. Amma ötən həftə bunlar Hind okeanında İrandan 4000 kilometr kənarda
Böyük Britaniya hərbi bazasına ballistik raket atdılar və bu ballistik raketi atılandan sonra da danışıqlar prosesinə müəyyən dərəcədə canlanma verdi. Məhz Avropa ölkələrdə, Amerikada, həmçinin İsraillə başa düşdü ki, artıq müəyyən danışıqlara getmək lazımdır. Təbii ki, biz burada obyektiv təhlil aparırıq və burada İran da müəyyən qədər gücə malik olduğunu da demək olar. Çünki Körfəz ölkələrində hərbi bazaları Amerikanın darmadağın etdi. İraqdan ABŞ qoşunlarının çıxarılmasına da demək olar ki, İran nail oldu. İsrailin təhlükəsizliyinin heç də yüksək səviyyədə olmadığı da ortaya çıxdı. Kifayət qədər bilirsiniz ki, İranda İsrailə raketlər atdı. Bilirik ki, İrana ABŞ və İsrail kifayət qədər raketlər atıb darmadağın olunub. Amma İran da cavab tədbirləri Amerika Birləşmiş Ştatları və İsraili də demək olar ki, sual vəziyyətdə qoydu. Yəni bu qədərmi gözləmirdilər. Həmçinin 4000 kilometr mənzilli ballistik raketin İranın əlində olması bu da əsas verir ki, artıq İran rejiminə artıq bir o qədər də inanmaq olmaz nüvə məsələsi ilə bağlı. Çünki həqiqətən də əgər müharibə başlanmasaydı, mən əminliklə deyirəm ki, bunlar yaya qədər nüvə silahı əldə edə bilərdilər. Çinin, Şimali Koreyanın və Rusiyanın köməyi ilə artıq görəcəklər ki, yeni dünya siyasi nizamı formalaşır. Amerika Birləşmiş Ştatları Venezuelada və Kubada demək olar ki, mövqeyini gücləndirir. Bilirsiniz, Kubada da proseslər gedir. Çinə qarşı təzyiqlər artır. Rusiya-Ukrayna müharibəsində Ukraynanın artıq Rusiya hücumunu durdurması. İran bilirdi ki, bunlar üstümə gələcəklər. Ona görə də nüvə silahını bunlar özlərinin qalması üçün və müdafiəsi üçün hazırlayacaq diyaya qədər. Ona görə də Amerika Birləşmiş Ştatları bu hücum əməliyyatlarında həyata keçirdi. Çünki Donald Trump da dəfələrlə deyib ki, əgər biz bu hücum əməliyyatını keçirməsəydi, çox yaxın aylarda İran belə bir bomba əldə edə bilərdi. Bu, təbii ki, region üçün, region dövlətləri üçün demək olar ki, baş ağrısı ola bilərdi. Təşəkkür edirəm sizə, Məhəmməd müəllim. Çox sağ olun. Çox sağ olun. Bir daha xatırladım ki, qonağım siyasi şərhçi Məhəmməd Əsədullazadə idi. Biz Məhəmməd müəllimlə Hörmüz boğazı ətrafında davam edən gərginlik, eləcə də Amerika Birləşmiş Ştatlarının İrana 15 bəndlik sülh planı ətrafında danışdıq.